Kitabım Azərbaycanın qeyrətli xalqınadır ki, dünyada və Azərbaycanda baş verən hadisələr bizlərin Allaha və Əhl-i Beytə yaxınlaşmağımız üçün gözəl fürsətlərdir. Allaha yaxınlaşmağın, Əhl-i Beytə yaxınlaşmağın ən böyük amillərindən biri Allaha məhəbbət, onun dostlarına məhəbbət və Allahın düşmənləri ilə düşmən olmaqdır. Allahın düşmənlərinə nifrət bəsləməkdir. Hüseyn əleyhissalamı ziyarət edəndə məzmunundan görürük ki, bizi Allaha yaxınlaşdıracaq əməllər, bizi Allaha və Əhl-i Beytə yaxınlaşdıracaq ən böyük amil məhz Allaha, onun dostlarına məhəbbət və düşmənlərinə nifrətdir. Ziyarət-i Aşuranı oxuyanda o belə oxuyuruq ki, İnni silmun limən salamakum və harbun limən harabakum və valiyyun limən valakum və adubun limən adakum. Ya Əba Abdullah, İmam Hüseynə xitabındır bu. Mən sizinlə sülh edənlərlə sülhdə və sizinlə müharibə edənlərlə müharibədəyəm. Və ardıcan deyir ki, vəliyyun limən valakum və aduvun limən adakum. Ya Əba Abdullah, onlar ki sizi sevirlər, məhəbbət bəsləyirlər, onları sevirəm və onlar ki sizinlə düşmənçilik edir, onlara qarşı nifrətim var, düşmənçilik edirəm. Ya Əba Abdullah, və ətəqərrəbu ilallah, thumma iləykum bimuvalatikum və muvalat vəliyyikum və bilbərəəti min ədaikum. Ya Əba Abdullah, yaxınlaşıram Allaha, sonra sizə nəylə, sizə məhəbbət bəsləməklə və sizin dostlarınıza məhəbbət bəsləməklə və sizin düşmənlərinizə nifrət bəsləməklə, sizin düşmənlərinizlə düşmənçilik etməklə. Bunlar bizi Allaha, Əhl-i Beytə yaxınlaşdıracaq ən böyük amillərdir. Biz İmam Hüseynə söz veririk ki, ya Əbu Abdullah, bu işləri görməklə Allaha, sonra sizə yaxınlaşacağam. Hansı işlərdir? Dediyimiz kimi Əhl-i Beytə məhəbbət, onların dostlarına məhəbbət və düşmənlərinə nifrət, düşmənçilik. Bu günləri görürük ki, Azərbaycanda Əhl-i Beyt dostlarına düşmənçilik olunur. Əhl-i Beyt dostlarına zülm olunur. Xanımları, Əhl-i Beyt sevən xanımları şöbəyə aparırlar, polis şöbəsinə aparırlar. Bu günləri biz İstəyiriksə bilək, öz sözümüzün üzərində, İmam Hüseynə verdiyimiz sözün üzərində sadiq və vəfadarıqsa, düşmən üzərinə nərə çəkməliyik. Düşmənə öz nifrətimizi bildirməliyik və onun zülmünə etiraz etməliyik. Bu bizim sadiqliyimizin və vəfalı olmağımızın göstəricisidir. Əksi isə əgər susuruqsa, kənardan izləyici kimi dayanıb baxırıqsa, bu bizim sadiqliyimizin, vəfalı olmağımızın zəifliyini göstərir. Rahat kənardan izləməyimiz bizim zəifliyimizdir. Bizim İmam Hüseynə məhəbbətimizin zəifliyidir. Biz fəryad eləməliyik düşmən üzərinə, nərə çəkməliyik. O nərə ki, düşmənin dizlərini titrəsin. O nərə ki, düşmənin bir daha belə bir bələd iş görməyinin qarşısını alsın. Əks halda biz sussaq, düşmən bu işini davam etdirəcək. Aşura günündə İmam Hüseyn əleyhissalamın sahabələri öz vəfadarlıqlarını, sədaqətlərini son anlarına qədər göstərdilər. Və o həddə idi ki, sinələrində nizələrin yaraları, oxların yaraları, İmam Hüseyn gəlirdi başlarının üzərinə, bu qədər işlər görmüşlər, canlarını fəda eləmişlər. Deyirlər ki, ya Əbu Abdullah, həl vəfəytu, ağacan, ya İmam Hüseyn, ya Əbu Abdullah, biz vəfa edə bildik. Yəni, öz sinələrini sipərləyirlər İmam Hüseynə, bundan belə narahatçılıqlarını deyirlər ki, ağacan, biz vəfa edə bildik. Bu günləri biz düşmən üzərinə nərə çəkməklə, heç olmasa İmam Hüseyn başımızın üzərinə gələndə deyə bilək, ağacan, həl vəfəytu, bu işi gərək görək, düşmən üzərinə nərə çəkək, zülmünə etiraz eləyək. O zaman ki, Peyğəmbər əleyhissalama dedi, Fatiməni sənin gözünün qabağında, hələm hadisə baş verməmişdi, sənin gözünün qabağında vuracaqlar. İmam əleyhissalam üzü üstə düşdü yerə. İmam Hüseyn Aşura günündə sinəsində oxların yarası, nizələrin yarası gördü ki, düşmən xeymələrə tərəf hücum edir. Fəryad elədi, nərə çəkdi düşmən üzərinə. Dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun, mənim gözümün qabağında xeymələrimə hücum etməyin. Mənim gözümün qabağında mənim aləmə əl atmayın. Bugün bizim gözümüzün qabağında ana bacılarımızı əl-qolunu bağlayırlar. Başlarından hicabları çəkirlər, polis şöbələrinə aparırlar. Biz fəryad eləməliyik, nərə çəkməliyik düşmən üzərinə ki, düşmənin dizi titrəsin. O fəryad ki, düşmənin, Yezid ordusunun İmam Hüseyn xeyməsinə hərəkət etməyinin qarşısını aldı İmam Hüseyn sağ ikən. Allahümmə salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhəm.